Biz hamımız vətənə borcluyuq. Mən, sən, hamımız. Bizim üzərimizdə olan yalnızca hərbi forma deyil. Bizim üzərimizdə xalqımıza, millətimizə, vətənimizə qarşı məsuliyyət var. Bugün burada biz ayıq-sayıq olmalı, güclü olmalıyıq ki, millətimiz rahat yaşaya bilsin. Heç nədən qorxmasın. Bugün biz möhkəm olmalıyıq ki, düşmən vətənimizə tərəf baxmağa belə qorxsun, deyən Azad, tabeliyində olan əskərləri də özü kimi vətənpərvər yetişdirirdi. Azad 1994-cü il may ayının 27-sində Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur. Daşsalahlı kənd tam orta məktəbində təhsilinə başlayan Azad, təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır. İdmana olan həvəsi, fiziki göstəriciləri onu burada da digər əskər yoldaşlarından fərqləndirir. Komandirləri qısa müddət ərzində ona diqqət yetirir. Azad onlara hərbiçi olmaq istədiyini dedikdə isə komandirlərinin məsləhəti ilə gizirlik kurslarına müraciət edir. Hərbi xidməti bitirən Azad kurslara qatılır və gizir kimi ordu sıralarında xidmət etməyə başlayır. İkinci Qarabağ müharibəsində iştirak edən Azad, Murovdağ, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. O dəfələrlə düşmənlə üz-üzə qalıb, düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etmişdir. Bir çox döyüş yoldaşı Azad olmasaydı, mən indi həyatda yox idim. O öz canını fikirləşmədən mənim canımı xilas etmişdi deyə Azadı xatırlayırlar. Müharibədə göstərdiyi şücaətə görə Kəlbəcərin, Şuşanın, Xocavəndin azad olunmasına görə, döyüşdə fərqlənməyə görə, igidliyə görə medalları ilə təltif edilmişdir. Müharibə bitdikdən sonra xidmət bölgəsinə qayıdan Azad qələbə sevinci ilə yaşayırdı. Qarabağımızın hər nöqtəsində dalğalanan üç rəngli bayrağımıza qürurla baxır, öz-özünə bir də heç kim bu torpaqları bizdən ala bilməz deyirdi. Azad Kərimov 2022-ci il sentyabrın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olur. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Kərimov Azad Zakiroğlu Qazax rayonu Daşsalahlı kənd qəbirstanlığında dəfn edilir.